Salam uşaqlar. Tənasüb imtahanının suallarına baxaq. Birinci, tənasübü həll eləmək lazımdır. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni, x vur 1 tam 3də 1 bərabərdir. 3 tam 3də 1 vur 7də 6. Bunu həll eləsəm, birinci buranı həll eləməliyəm. 3də 10 vur 7də 6. 3 ilə 6 ixtisar gedir 2. Cavab olur 7də 20. X vur 3də 4 bərabərdir. 7də 20. Buradan da x'i tapanda 7də 20-ni bölməliyəm 3də 4-ə. Yəni 7də 20 vur 4də 3. 4 ilə 20 ixtisar gedir 5. Cavab 7də 15 bərabərdir. 2 tam 7də 1. Sadə tənasüb idi. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Cavab 2 tam 7də 1. İkinci. Bizə verib uşaqlar ikinci sualda. C bərabərdir 2A böl B. İfadəsində A və B müsbət ədədlərdir. A-nı 2 dəfə azaldıb, B-ni 5 dəfə artırsaq C necə dəyişir? Uşaqlar, C ilə A necə mütənasibdir? Düz. Bəs C ilə B necə mütənasibdir? Tərs. A-nı 2 dəfə azaltsam, C də 2 dəfə neyəcək? Azalacaq. B-ni 5 dəfə artırsam, tərsdə axı C 5 dəfə azalacaq. B 5 dəfə artsa, C 5 dəfə azalacaq. Çünki tərsdir. Demişik, işarələr eynidir. Vururam. Cavab 10 dəfə azalır. İşarələr əks olanda da bölürük. Uşaqlar böyüyün işarəsini qoyur. Deməli, hər ikisi biri 2 dəfə azalır, digəri 5 dəfə azalırsa olacaq neçə? 10 dəfə azalır. 3-ə baxaq. D bərabərdir. A vur B böl C. A-nı 10 dəfə artırıb. D ilə A necə mütənasibdir uşaqlar? Düz. Deməli, A-nı 10 dəfə artırsam, D də 10 dəfə artacaq. C-ni D necə mütənasibdir? Tərs mütənasibdir. C 5 dəfə azalsa, D 5 dəfə nə edir uşaqlar? Artar. Hər ikisi artdı. Bunda cavabım 50 dəfə artar. 4-ə baxaq. Kvadratın tərəfini 6 dəfə artırsaq, perimetri necə dəyişir? Tez kvadratın perimetri düsturunu yazıram. P bərabərdir 4 vur A. Perimetrlə tərəf necə mütənasibdir? Düz. Deməli, tərəf 4 dəfə artsa, perimetrdə 4 dəfə artar. Bəs sahə necə dəyişir? Sahə düsturunu yazıram. S bərabərdir A kvadrat. Tərəf 6 dəfə artsa, sahə 6-nın kvadratı. Yəni, 36 dəfə artar. Keçək. 5-ci sual. Düzbucaqlının enini 4 dəfə artırıb, uzunluğunu 8 dəfə azalsaq, sahəsi necə dəyişir? Düzbucaqlının sahə düsturunu yazıram. Enini vururam uzunluğunu. Yəni, düzbucaqlının sahəsi eni və uzunluğu ilə düz mütənasibdir. Uşaqlar, enini 4 dəfə artırsam, sahəsi də 4 dəfə artacaq. Düzdür. Uzunluğu 8 dəfə azalsam, sahə 8 dəfə azalacaq. Biri artdı, digəri azaldı. İşarət fərqlidir, düzdür. 8-i bölürəm 4-ə 2, böyüyün işarəsi. Cavab 2 dəfə azalır. Bunu uşaqlar, əgər qayda yadından çıxıb, rəqəm qoyub hesablaya bilərsən. Adi eninə, uzununa rəqəm qoyub tapıb sahələri də tapa bilərsən. Necə? Gəlin birinin üzərində baxaq. Məsələn, yazıram 2 vur 8 bərabərdir 16. Düzdür. Özümdən bir düzbucaqlı götürdüm. Enini 2, uzunluğunu 8. Deyir ki, enini 4 dəfə artırıb. Oldu 8. Uzunluğunu da 8 dəfə azalsam. 8-də 8 dəfə azalsam oldu 1. 8-i 1-ə vursam necə 8? Yeni sahəsi oldu 8. 16 idi oldu 8. Neçə dəfə azaldı? 2 dəfə azaldı. Yəni, rəqəm qoyub da tapmaq olar. 6-cı sual uşaqların çoxunun səhv yazdığı sualdır. Bu hissəni
Baxın görün mən belə yaza bilərəm uşaqlar. 0.4 böl 9'da 3.5 bərabər x böl 0.5. İki nisbətin bərabərliyidir də, düzdür? Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. 9 böl 3.5 vur x bərabərdir. 10'da 4 vur 10'da 5. 0.4 10'da 4, 0.5'də 10'da 5 yazdım. İxtisar gedər 1, 2, ixtisar gedər 1, 2, bundan da bu ixtisar gedər 5. Deməli, nə oldu əlimizdə? 9 böl 3.5 vur x bərabərdir. 5'də 1. Uşaqlar, buradan da vergüldən azad edib, bura bir 0 yaza bilərəm də. Yəni, onlar 30, 5'də 90 yaza bilərəm də, düzdür. Vur x bərabərdir. 5'də 1. Buradan da x'i tapsam, 5'də 1'i bölərəm. 30, 5'də 90. Bu da bərabərdir. 5'də 1 vur, 90'da 35. Burada da 5 ilə 35 ixtisar gedər 7. Cavabı 90'da 7. Yedinci sual. Birinci y'ı buradan tapaq. Birbaşa yazıram. 3'də 7 böl 2'də 2'ni vururam 3'ə 6, üstünə 1 gəlirəm 7. Bərabər. Birinci bölməni həll eləməliyik də. 3'də 7 vur 7'də 2. 7'lərim ixtisar gedir. Cavabım olur. 3'də 2. Üstünə gəlirəm. 1 tam 3'də 1. Olur 1 tam 3'də 3. Bu da bərabərdir 2. Y'ı tapdım 2. Gətirib burada y'lərin yerinə qoyuram 2. 0.1'i 2'yə vururam. 0.2 x çıx 2 bərabərdir. 2.5'də 0.5. Burada da kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Belə yaza bilərik. Vergüldən azad eləyə bilər. Uşaqlar, necə istəsəz yaza bilərsiniz. Məncə belə daha rahat olar. 0.2 böl x çıx 2 bərabər. Baxın, burada vergüllərdən hər ikisini bir addım aparım. Neçə olur? 25'də 5. Bunu da ixtisar eləsəm, olar 5'də 1. Buraya yazıram 5'də 1. İndi x çıx 2'ni vururam 1'ə bərabər. 0.2'də vururam 5'ə. 0.2'ni 5'ə vursam eləyir 1. 1'i 1'ə bölsəm eləyər 1. Yəni x çıx 2 bərabərdir 1. Onda x'in yerində nə durub deməli uşaqlar? 3. 7'də cavab 3. 8. 2 uşaqların səhv yazdığı suallardan biridir. O da nisbəti səhv yazırlar. Yenə, iki nisbətin bərabərliyi tənasüb deyil. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. 2x 6'ya vuracağım. 12x bərabərdir. 3y'ı 5'ə vuracağım. 15y. Hər ikisini 3'ə bölərəm. 4x bərabərdir. 5y. Bunu aldım uşaqlar. Nədir? X-in y-ə nisbəti yazıram. X neçədir? 4. X 4'dür. Y neçədir? 5. Uşaqların səhvi nədə olur? Onu deyim. Çoxu da yazım. X 4'dür deyə bura yazır 4. Y 5'dir deyə bura yazır 5. İndi siz bunu belə yazdınız. Yəni, nisbət olaraq mənə verəndə mənim nisbətim budur. Mən burada yazacağım nisbət şəklində 5'in nisbəti 4'ə. Amma uşaqlar nə yazır? 4'ün nisbəti 5'ə. Bax, bunu yazdım uşaqlar. Yazdandan sonra uşaqlar bir belə baxın da, görün düz eləmişsiniz. Burada 5x 4y daha, baxın. Bu 4x bərabərdir 5y-dir. Və ya bunu belə də işləyə bilərdiniz uşaqlar. Baxın belə. 2x böl 3y bərabərdir 5'in 6'ya. Burada da bunu belə yaza bilərəm də. 3'də 2 vur x böl y bərabərdir 6'da 5. Buradan da x böl y tapsam, 6'da 5'i bölərəm 3'də 2'yə. O da bərabərdir. 6'da 5 vur 2'də 3. Bu da ixtisar gedər 2. Cavab 5 böl 4. Yəni bu yol daha rahatdır. Bu yolla da tapa bilərsiniz. O x böl y-lərə diqqət elə. 9-cu sual. A neçə k-dır? 2k, B 3k, C 4k. Gətir burada yerinə qoyuram. 3 vur 2k, çıx 3k, plus 2'ni
vuracağım 4K'ya. Bərabərdir 66. 6K çıx 3K plus 8K bərabərdir 66-ya. 11K bərabərdir 66-ya. K da bərabərdir 6. K'yı tapdım 6. Məndən nə istəyir? B. B neçə K'dır? 3K'dır. 3'ü vuraram 6'ya bərabərdir 18 ki, bu sual uşaqların çoxu düz yazıb. Sonra keçək 10'a. Baxıram. A 2K'dır, B 3K'dır. Burada B 4K'dır, C 5K'dır. Axı bizim B'lərimiz fərqli oldu. Bunu gəlin belə yazaq, daha rahat olsun sizin üçün. Bir də B böl C bərabərdir 4 böl 5. Baxın, burada B 3'dür, burada 4'dür. Ortaq məxrəc 12 olar da. Vur 3, vur 3. 12 də 8, burada da oldu. 12 də 15. Hə, indi B'lər bərabər oldu. A 8K, B 12K, C də oldu 15K. Burada deyir mənə topla. 8K plus 12K plus 2C, yəni 30K. Bərabərdir 100. 50K bərabərdir 100. Onda K nəyə bərabərdir uşaqlar? 2. K'yı 2 tapdım, məndən C istəyir. C neçə K'dır? 15K. 15'i vuraram 2'ye. Cavabım 30. 11. sual. 3 kilogram bal 35 manatdır. Test tənasübümü qururam. Bəs 40 manata mən neçə kilo bal ala bilərəm? X bərabərdir. Düz mütənasibdə düzdür. Pulum artdıqsa deməli daha çox bal almışam. 3'ü vuraram 40'a, bölərəm 35'e. Burada da 40 ilə 35 ixtisar edir. 5'e 8, 7. Cavab 7'də 24. Bu da bərabərdir. 3 tam 7'də 3 kilogram. Uşaqlar nə yazıb cavabda? Bölmək olmur, alınmır. Uşaqlar biz niyə qarışıq ədəd keçməmişik? 7'də 24'ü çevirişdən 700 kilo yaz. Gərək vacibdir ki, hər misalın cavabı tam ədəd alınır. Ona biraz diqqət edin. 14. Yenə tənasüb. 4 fəhlə. İşi görür 12 günə. Bəs 3 fəhlə işi neçə günə görə? Əlbəttə ki, fəhlə sayım azaldısa daha gec qutaracaqmışım. Tərs mütənasibdir. 4'ü vuraram 12'ye bərabərdir 3'ü vuraram x. Uşaqların çoxu bunu düz mütənasib kimi işləyib. 48 bölü 3 bərabərdir 16 gün. Siz özünüz düşünün, 9 gün yazan uşaqlar. 4 fəhlə 12 günə qutarsa, 3 fəhlə necə 9 günə qutarsın? Fəhlə sayım azalsa, mənim işim daha gec bitməlidir. 13-cü sual ki, uşaqların çoxu səhv yazıb. Velosipedçi 15 km məsafəni 2.5 saata girir. Ay uşaqlar, gəlin 2.5 saatı tapaq, dəqiqəyə çevirək. Birinci gəlin tənasübümüzü quraq. Mənə deyir ki, 15 km yolu gedib 2.5 saata. Bəs həmin sürətlə 1 dəqiqəyə nə qədər yol gedər? Bura dəqiqədə, bura saatdır. Bunu tez çevirəm dəqiqəyə. 2.5'i vururam 60'a. 150. 15 kilometre 150 dəqiqəyə gedirsə, bu adam 1 dəqiqəyə nə qədər gedəcək? Tez 150 x bərabərdir 15, x də bərabərdir 15'də 150, 10'da 1, 0.1 kilometr yol gedəcək. Yəni 100 metr. Digər səhifəyə keçək. Üçlü tənasüb 2. Bunun da yolunu öyrətmişəm sizə. Uşaqların çoxu bunu düz yazıbdır. 4 toyuq 3 gündə 12 yumurta qoyur. Tez yazıram. İşçi sayı, iş və zaman. İşçi sayım 4 toyuqdur. İşim 12 yumurta qoymaqdır. Neçə zamanım? 3 gün. İşçi sayım 5 toyuq, zamanım 4 gün, neçə yumurta qoyar bilmirəm. Demişik ki, işin içində iş varsa bu düz mütənasibdir. 4 vur x vur 3 bərabərdir. 5 vur 12 vur 4.
Buradan da ixtisarımı eləyə bilərəm. 4-lər ixtisar gedər. 3 ilə də 12 ixtisar gedər. 4. X də bərabərdir 20 yumurta. Miqyas. Aha. Deməli, bizə verir uşaqlar düz bucaqlı. 2 düz bucaqlı çəkirəm. Mənə deyir ki, düz bucaqlı şəklində olan tarlanın planda ölçüləri 3 santim və 7 santimdir. Bu tarlanın eni 150 metrdir. Onun perimetrini tapın. Uşaqlar, 3 santimdə 50 metr nə qədər artıb? 50 dəfə artıb da. Onda 7-ni də 50-yə vuraram, onlar 350 metr. Heç çevirməyə ehtiyac yoxdur. Yəni 1 santimdə 1 metrdir. Çevirib eləsəz də yenə eyni cavab alınır. Onda bunun perimetrini tapsam, bir daha deyirəm. Eni nə qədər artıbsa, uzunluğu da bir o qədər artmalıdır. Bu 50 dəfə artıbsa, bu da 50 dəfə nə etməlidir uşaqlar? Artmalı. Onda 350-nin üzərinə 150 gəlirəm. Vururam 2-yə cavab 1000 metr. 16. Ülfət, Arif və Ruslanın bugünkü yaşlarının nisbəti. Bu Ülfət, bu Arif, bu da Ruslan. Ülfətin yaşı 2K'dır, Arifin yaşı 3K'dır, Rasimin yaşı 5K'dır. Və deyir ki, Ülfət Arifdən 5 yaş kiçikdir. Ülfət Arifdən 5 yaş kiçikdir. Aşıqlar, Ülfət Arifdən neçə K kiçikdir? 3K kiçikdir də, düzdür. Yəni, 3K'dan 2K'ya çıxsam cavab eləyir 5. Bu Ülfət Arifdən 5 yaş kiçikdir, bilirsiniz nə deməkdir? Aralarında 5 yaş fərq var. Yəni, Arifin yaşından Ülfətin yaşını çıxanda 5 eləyir. 3K'dan 2K'ya çıxanda 5 eləyir. 1K bərabərdir 5. Onda K 5-dirsə, Ülfətin 10 yaşı var, Arifin 15 yaşı var, Ruslanın da 25 yaşı var. Olacaq cavab 25. 17. 3A bərabərdir 5B və A plus B 40 olarsa açıq B-ni tap. 3A 5B-dirsə, onda A neçə K'dır uşaqlar? 5K. B neçə K'dır? 3K. Gətirib burada yerinə qoyuram. 3K plus 5K bərabərdir 40. 8K bərabərdir 40. Onda K neçədir? 5. Gətir yaz yerinə. 5, 5. 3'ü vururam 5'e eləyir 15 ki bu B'dir. 5'i vururam 5'e 25. Bu da adı. Mənə deyir adam B'yi çıx. Onda cavab nə olar? Sonra. A'nın B'yə nisbəti, C'nin D'yə nisbəti bərabərdir 5'ə. B plus D böl A plus C nisbətini tap. A'nın yerinə yaza bilərəm 5B. C'nin yerinə də yaza bilərəm 5'dir. 5B'ni B'yə bölsəm 5. 5D'ni D'yə bölsəm 5. Düzdür? İndi mən A'nı silib yerinə yazıram 5B. C'ni də silib yerinə yazıram 5D. Nə oldu cavabda? B plus D bölünsün. 5B plus 5D. Bərabərdir. B plus D bölünsün 5'i çıxarıram. B plus D bərabərdir. Cavab 5'də 1. Gəlim. Burada 1 qoysaq, yenə kənar hədd orta hədd eləyirəm. 4x çıx y bərabərdir 7y. 4x bərabərdir 7y üstə 1y gəlirəm 8y. Və ya belə düşünə bilərsiniz, bax. Bura 8y durar da. 8y-dən 1y-in çıxanda 7y eləyir. İxtisar apararam. Deməli, x 4-dən 8-i. Bura 1, bura 2. Deməli, x bərabərdir 2y. İndi mənə deyir ki, y-in x-ə nisbətini tap. Y neçədir? 2. Yazılacaq 2. X neçədir? 1. Deməli, 1-in nisbəti 2-yə və ya 2-də 1. Sonra, uşaqlarım çox səhv yazmışdı bu sualım. 2 ardıcıl cüt. Hansıdır 2 ardıcıl cüt? X plus 2. Yəni, 2x plus 2-dir da, düzdür. 2 ardıcıl cüt ədədin cəminin 55-ə nisbəti. Böl 55. 6-nın 5-ə nisbəti kimidir.
Bunu necə işləyərəm uşaqlar? 5 11 dəfə atıb 55 olur. Bunda 6-nı da 11 dəfə artırsam, bunun da cəmi 66 olar. Ya da kənar hədd orta həddlə işləyərəm. İki cür işləyə bilərəm. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər. 2x plus 2 vur 5 bərabərdir. 6 vur 55. Burada da 5 ilə 55 ixtisar edər 11. 2x plus 2 bərabərdir 66. 66-dan 2-sini çıxaram 64. Bölərəm 2-yə cavab 32. Mədir ədədləri tap. Cüt demir 32 və 34. 21. Aha. Yenə buradan y tapıb gətirib burada yerinə qoymalıyam da. Düzdür, kənar hədlərin hasili, orta hədlərin hasili. 2 vur y bərabərdir 20-yə. Y bərabərdir 10. Gətir qoy yerinə. Yenə kənar hədd, orta hədd. X plus 3 vur 3 bərabərdir 10 vur 2. X plus 3 bərabərdir 12-yə 20-də 3-də 20. Bunu da yerinə yaza bilərəm uşaqlar. 6 tam 3-də 2. X də bərabərdir 6 tam 3-də 2 çıx 3. O da bərabərdir 3 tam 3-də 2. Uşaqların çoxu gəlib tənasibi qrup yazıb bölünmür. Ay uşaqlar 23-ə bölünmür, qarşıq ədəd şəklində yaz. Vacibdir tam ədəd bölünsün. Bura qədər yazıb ardını necə gedə bilmirsiniz? 23'e böldüm 63'te 2. Bitti. Ondan da 3 çıxan cavabım 3'te 2. 21. 2 21'də indi izah eləyəndə özünüz başa düşəsiniz. Səhvi sardadır. Yenə A 3K, B 4K, C 5K. Vurmadır uşaqlar. 3K vur, 4K vur, 5K. 480. 3'ü 4'e 12, 12'ni 5'e 60. 60 K'nın kubu, K vur, K vur, K. 3 tane K'ya vurmuşsun. Siz K diye götürmüşsünüz. 480. K'nın kubu bərabərdir 8. Neçənin kubu 8 eləyir? 2'nin. Gətirib yerinə qoyuram. A 3 2'ye 6'dır. B 8'dir. C də 10'dur. Toplasam cavabım 24. Siz K'yı 8 götürmüşsünüz. Gətirib 8'i 3'e 24, 8'i 4'e 32, 8'i 5'e 40 yazmışsınız. K'nın kubu 8'dir. Toplama olsaydı, onda K verir. Vuranda K'nın kvadratı veya K'nın kubu olur. 20 üstə həmçinin yazmışsız alınmır. 12 traktor tarlanın 3'te 1 hissəsini 4 saat daşımdır. İşçi sayı, iş və zaman. İşçim 12 traktordur. İşim 3'te 1 hissəsidir. Sahadım 4. Bir dəqiqə balacalaşdıraq. Bunu görək neçə traktor deyir, o görsənmir. 15 belə traktordur bir dəqiqə. Deməli 12 traktor 3'te 1 hissəsini 4 sahada görür. 15 traktor 5'te 3 hissəsini neçə sahada görər. İş varsa deməli düz mütənasibdir. 12'ni vururam 5'te 3'e vururam 4'e bərabərdir. 15'i vururam 3'te 1'e vururam x'e. Burada hər hansı bir ixtisar yoxdur. Olacaq 5'te 12'ni buralara da 1 qoysam uşaqlar. Heç bir ixtisar yoxdur da. 13'ni 3'e vuraram 36. 36'nı da 4'e vuraram 144. Bərabərdir. Burada da ixtisar gedər 5. Cavab olar 5x. Düzdür. Davamını bunu silirəm, burada yazaq uşaqlar. Onda alındı. 5x bərabərdir. 5'te 144. Buradan da x'i tapsam. 5'te 144'ü bölərəm 5'ə. 5'te 144'ü vuraram 5'te 1'ə. Cavab 25'te 144. İstəsəz bunu çevirin. Qarışıq ədəd. Son sual 24. Sinifdəki qızların sayının oğlanların sayına nisbəti 1'in 2'dir. Buraya yazaq qız, buraya yazaq oğlan. Deməli qız 1K'dır, oğlan 2K. Sinifə 3 qız gəlsə, 3 qız gəlsə oldu 1K plus 3.
Onda oğlan dəyişmir 2K. Deyir ki 1K oğlanın deyir 3 qız gəlsə bu nisbət olur 5-in 8-i. Aha. Düzdür. İndi tənasüb qrup həll eləyə bilərəm uşaqlar. Kənar hədd, yəni K plus 3 vur 8 bərabər. 2K-nı neçəyə vurmalıyam? Vur 5'e. Buradan da 8K plus 24 beraberdir. 2K k 10K'ya. Aha. 8K'dan 10K'ya qalxmışam. 2K bərabərdir 24'ə. K da bərabərdir 24'ü 2'ye bölürüm. Neçə eləyir? 12. Deyir, sinifdəki oğlanların sayını tap. Oğlanlar 2K değildi. 12'ni də vuracağım 2'ye. Cavab 24. Sağ olun uşaqlar.